Bölmə 2. Dinləmə mətni 4. Bir zamanlar böyük zəfərləri ilə tanınan şah, bu dəfə ağır məğlubiyyətlə üzləşmişdi. O, vətənin sərhədlərini qorumağa, mübarizə aparmağa davam etsə də, xalq arasında ona qarşı narazılığın olduğunu görürdü. Hər kəs bu məğlubiyyəti müzakirə edir, tənqidlər səslənirdi. Özünü ağıllı hesab edən, ədəbaz vəzir bir gün xəritə ilə şahın yanına gəldi. O, xəritənin üzərində barmağını gəzdirərək, şahın məğlubiyyətini ona izah etməyə başladı. Şahım, baxın, əvvəl buranı almalıydınız. Sonra isə buradan keçərək, kəndin kənarını zəbt etməliydiniz. Daha sonra isə şəhəri mühasirəyə almalıydınız. Şah sakitcə onu dinlədi. Sonra gülümsəyərək cavab verdi. Bəli, haqlısan. Əgər hər şey sən göstərdiyin kimi barmağı ora-bura sürüşdürməklə alınsaydı, əmin ol ki, dediyin kimi də edərdim. Vəzir şahın bu sözündən möhkəm utandı. O anladı ki, müharibə göründüyü qədər asan deyil. Burada gücdən çox ağıl rol oynayır.